Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Bəzi torpaqlarımız işğaldan azad olunub. Gözümüz aydın olsun. Bir il bundan əvvəl Qarabağ Ermənistandır və nöqtə deməklə bütün danışıqlar prosesinə zərbə vurdu. Onu mənasız etdi. Danışıqlar formatını dəyişdirmək cəhdləri, qondarma, oyuncaq, xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır sözləri tamamilə danışıqlar prosesinə ziddir. Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə nabarat qızışıyor. Cənab Ali Başkomandan, biz söz veririk ki, bütün işgal olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalgalanacaq. İşten son savaştan, otdan sudan, dağdan daştan, qanlan keçir. Bugün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi işğaldan azad edildi. Qələbəyə gedən yollar. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq mərc edirəm ki, Müdafiənin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram. Düşmənin 3 tor zenit raket kompleksi məhv edilib. 40-a yaxın ASA zenit raket kompleksi məhv edilib. 5 Kup və Kruk zenit raket kompleksi məhv edilib. 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat taktiki raket kompleksi Elbrus, 1 balistik raket, 1 .U raketi, 8 radioelektron mübarizə vasitəsi məhv edilib. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcək. Olan qalan da məhv ediləcək. Möhtərəm Cənab Prezident, Cənab Ali Başkomandan, əmrinizə uyğun olaraq mərc edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir. Qara Yusifi terrorundan 24 saatı ötməmiş Bərdənin şəhər mərkəzi raketlərlə vuruldu və çox sayda vətəndaşımız həyatını itirdi. Biz qorxmuruq. Onlar ateş açırlar və biz bu gün də öz cəsarətimizi, xalqımızla həmrəyliyimizi bir daha da onlara nümayiş etdiririk ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında biz Bərdədəyik bu günlə və bundan sonra da Tərtər şəhərinə gedəcəyik ki, bu cinayəti beynəlxalq ictimaiyyətin də diqqətinə çatdıraq. Kırmızı çizgilerimiz aşıldığında da hiç kimse kusura bakmasın, babamızın oğlu olsa gözümüz görmez. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik.
Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Mən tamamilə sizin burada irəliyə sürdüyünüz fikirlərlə, təkliflərlə razıyam. Əgər torpaqlarımız sülh yolu ilə azad olmasa, biz nəyin bahasına olur olsun, torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, Azərbaycan vətəndaşları hamısı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpağımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcək. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, zorla bizim torpaqlarımızın bir hissəsi, Dağlıq Qarabağ mı yaxud başqa bir hissəsi əlimizdən alına bilər. Hey, biz heç vaxt bundan razı ola bilməyik. Böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Əməliyyat zamanı 90-dan çox döyüş mövqeyi bölmələrimizin nəzarətinə keçdi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda mövqələrini ələ keçirərək sürətlə düşmən müdafiəsinin dərinliyinə irəlilədi. Əməliyyatın günorta saatlarında və əlverişsiz hava şəraitində keçirilməsi qanunsuz erməni silahlı qruplaşmalarına məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqələrinə eyni vaxtda güclü aviasiya, raket və atəş zərbələrinin endirilməsi şok effekti yaratmış və qəfilliyi təmin eləmişdi. Bugün Azərbaycan Zəfər Bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycan silahlı qüvvələrini təbrik edirəm. Hər birimiz üçün bu əziz bir gündə vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Biz həm 1-ci Qarabağ müharibəsinin, 2-ci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Bugün Zəfər günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər Parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, 10 hektar əraziyə yaxın olan gözəl park. Bunun aşağısında Zəfər Muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər Muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bugün bizim parlaq zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan silahlı qüvvələrinə, Qarabağ Azərbaycandır.